Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də həftəlik proqnozlarla sizin qarşınızdayıq. Bu yaz təravətli, yaz rayhəli, yaz nəfəsli bir dönəmin hamınıza uğurlu olmasını, düşərli olmasını arzulayıram. Artıq mübarək Ramazan ayında hər kəs öz qabiliyyətinə görə, dəyərinə görə yola saldı. Novruzu da keçirdi. Hər halda düşünürəm ki, vəhdət yarandı, birlik yarandı. Küsənlərdən ən azından barışanlar da oldu. Bu çox yaxşıdır. Allah dünyamızı müharibəsiz eləsin ki, bir tərəfdə toy bayramı olanda o bir tərəfdə də toy bayramı olsun. Ölüm bitimi olmasın, qanlı qadalı dönəm olmasın. Təəssüf ki, astronomik göstəricilərə əsaslanaraq biz danışırıq. Və hələ ki sabitlik, dünyanın o gərgin nöqtələrində sabitlik yoxdur. Bu həftədə davam edəcək. Amma bütün hallarda mən həmişə dediyimi təkrarlayıram ki, sonu yaxşı olacaq, aqibət gözəl olacaq. İndi keçək proqnozlara. 23-29 mart proqnozlarına, belə deyək ki, martın sonunun proqnozudur, son həftəsinin proqnozudur, Qoç bürcünün başlanmasının proqnozudur. Çünki ayın 20-sindən artıq başlayıb, indi tam o Qoçun aqressiv və belə deyim, biraz da ədalətli situasiyalarına şahidlik eləyəcək. Gəlin ayrı-ayrı bürclərin proqnozlarına baxaq, görək onlar nə deyir. Qoç bürcü. Səhhətinizi qoruya bilsəniz, öhdənizdə olan bu həftədə heç bir çətinliklə rastlaşmayacaqsınız. Ən azından öz bürcünüz hakimdir, hamıdan güclü, şanslı və enerjilisiniz. Ulduzlar ailə sevgi münasibətlərindəki soyuqluğu aradan qaldırmağınızı da tövsiyə edir. Hissləri sındırmaqdan əl çəkin, lazımsız yerlərə xərc çəkməyi dayandırın. Bir sözlə hər bir məsələdə reallığa və məntiqə əsaslanın. Buğa bürcü. Əsas diqqətinizi maliyyə problemlərinin həllinə yönəldin. Çünki bu arada, yəni martın bu son dönəmində bunu bacarmasanız, apreldən əlinizi üzməlisiniz, belə deyək. Ona görə də diqqətli olun, hər təsadüfi adama etibar eləməyin. Martın son, bu həftənin son 2 günündə, şənbə, bazar, biraz da belə deyək ki, cümə günü də bura aid ola bilər. Qısası, martın bu həftənin son 2 günündə ağlınıza gəlməyən istiqamətdən yaxşı təkliflər ala bilərsiniz. Mütləq razılaşın, dəyərləndirin. Əkizlər bürcü. Sakit bir həftə var qarşınızda. Ara sıra fikir və düşüncələrinizlə təlatümlər baş qaldırsa da, bunu kənardan heç kim bilməyəcək. Əgər maddi imkanınız yol versə, martın deməli bu 3-cü gününə qədər, bu həftəsinə qədər səfərə çıxmaq da ola bilər. Təxminən ayın 26-sına qədər səfərə çıxmaq olar, uzaq yola. Bazar günü isə həmişə bir söz deyirəm, Tanrının başınızın üstündə hiss edin ki, günah işlər görməyəsiniz, savab işlərinizin sayı artsın. Xərçəng bürcü. İlk günləriniz pasiv başlasa da, ayın 25-dən etibarən nəzərdə tutduğunuz planların əksəriyyəti öz həllinə yaxınlaşacaq. Amma gərək hər şeydən əvvəl ünsiyyət qurduğunuz şəxslərin etibarını da yoxlayasınız. Çünki ulduzlar ətrafınızda sizləri aldadanların getdikcə artdığını göstərməkdədir. Şir bürcünə təxminən Buğa bürcündəki kimi proqnozlarda, amma fərqli nüanslar da var. Çünki ilk növbədə buğalar kimi siz də bütün diqqəti pulla bağlı məsələlərə yönəltməlisiniz. Reallığa da uyğun addım atsanız, həftənin nəbzini tutsaz, sürətlə varlana biləcəksiniz. Ayın 27-sində aldığınız təkliflərə göz yumulu razılıq verməyin. Əks təqdirdə problemlər çıxa bilər gələn həftəyə. Qız bürcü. Bəri başdan nəzərinizə çatdıraq ki, ixtiyarınızda olan bu həftə bürcünüzün ən aktiv dövrünə çevriləcək. Yəni, mart üçün, martın ən qızıl dövrünü yaşayacaqsınız. Hansısa uğursuzluq filan barədə düşünməyin. Çünki iştirakçı olduğunuz bütün situasiyalar sizin xeyrinizə cərəyan edəcək. Səfərlər, maliyyə uğurları da öz yerində. Tərəzi bürcü. İlk öncə bildirək ki, hazırda ciddi bir seçim qarşısındasınız. Tərəddüdləriniz çoxdur. Buna baxmayaraq özünüzü ələ almalı, cəsarət göstərib seçiminizi etməlisiniz.
Ayın 25-də və 29-da istənilən riskiniz müvəffəqiyyətlə nəticələnəcək. Bu həftə şəxsi büdcənizdə də müəyyən artımlar olacaq. Amma imkan daxilində uzaq yola çıxmaqdan vaz keçin. Əqrəb bürcü. Astroloji göstəricilər yalnız ayın 26-sını gərginliyi içində başa vuracağınızı bildirir. Həmin gün maksimum ehtiyatlı olun. Həm də iş günləri deyil, həmin gün evdə istirahət eləsəz, heç bu da baş verməyə bilər. Digər 6 gündə isə hər şey ürəyinizcə olacaq demək olar ki, hətta perspektivli təkliflər alacağınız da qaçılmazdır. Doğmalarınızla münasibətlərinizin soyuqlaşmasına imkan verməyin. Ox atan bürcü. Adi həftələrdən birini yaşayacaqsınız. Hansısa qeyri-adi yenilik və ya uğursuzluq gözləməyin. Amma iqlimin mülayimləşməyə başlaması, təbiətin dəyişkənliyi daxili orqanlarınızda müəyyən o tərpənmə də ağrı ilə olur. Belə şeylər ola bilər, amma necə deyərlər, adətkarda olduğunuza görə bundan təlaşlanmağa da lüzum olmayacaq. Çünki həkimlik bir şey yoxdur. Martın 28-də perspektivli sövdələşmələr də mümkündür. Oğlaq bürcü. İstirahət günlərində əsəblərinizi cilovlaya bilsəniz, düzdür, hamısı istirahətdir, amma biz daha çox şənbə-bazar, istirahət günləri deyəndə şənbə-bazar nəzərdə tuturuq. Əsəblərinizi cilovlaya bilsəniz, əvvəlki 5 gündə heç bir nigarançılığınız olmayacaq. Qarşınıza, yəni bu həftənin, bəzən tərsinə deyirəm, həftənin 5 günü çox yaxşıdır, yalnız 6 bazar çalışın, gərginlik yaranmasın, özünüzü gərginliyə salmayasınız, əsəblərinizi qoruyasınız. Ulduzlar təcrübəli insanların məsləhətlərindən yararlanmağı da tövsiyə edir. Bu həftə daha çox istirahətə yer ayırmağınız yaxşıdır. Su tökən bürcü. Bəxtinizə təzadlı bir həftə düşüb. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi istiqamətə yönələ bilər. Odur ki, ayıq-sayıqlığınızı artırmalı, prosesləri dərindən analiz etməli və məqamındaca qərar verməli, addım atmalısınız. Bu ərəfədə müqəddəs ziyarətgahlarımıza da tez-tez baş çəkməyiniz tövsiyə olunur. Balıqlar bürcü. Ümumən gərgin həftə olsa da özünüzü cilovlamağı bacarmalısınız. Əgər hansısa məsələdə tərəddüdünüz varsa, mütləq etibar etdiyiniz şəxslərin məsləhətlərindən yararlanın. Göy qübbəsi büdcənizin artacağını, yəni ağırlaşacağını da mütləq sayır. Üstəlik, martın son bazarında, xüsusən də günortadan sonra maraqlı və ürəyinizcə olan sürprizlərin şahidi olacaqsınız. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.